Qərardan sonra and içdi. Deputatlar Xanlar Vəliyevlə bağlı mövqeyi var. Deputatların onları diqqətə çatdıracaq və deputat Naqif Həmzəyevdən orta məktəblərlə, yəni şagirdlərlə bağlı bir təklifi var. Həmin təklifi səsləndirəcək və tamaşaçılarla birlikdə müzakirəyə çıxardacaq ki, orta məktəblərdə şagirdlərə yemək verilsin. Və dəyərli tamaşaçılar, əzizlər, digər deputatdan incəsənət xadiminin Azərbaycana gətirilməsi ilə bağlı xahiş. Bunu sizin diqqətinizə çatdıracaq və bir də yəqin ki, xəbərləri sizin diqqətinizə çatdırandan sonra studiyamızın qonağı var, onu təqdim edəcəm əziz dostlar. Təhsillə bağlı danışacağıq. Kanalda olanlar verilişi bəyənin, paylaşın, kanala abunə olmağı da unutmayın. Beləliklə, Xanlar Vəliyevlə bağlı qərar verildi və and içdi. And içmədən nə söylədi? Konstitusiya Məhkəməsinə hakim təyin olmağımla bağlı Milli Məclisə müraciət etdiyinə görə möhtərəm prezidentə dərin minnətdarlığımı bildirirəm. Bunu sabiq hərbi prokuror Xanlar Vəliyev Milli Məclisi bugün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı and içmə zamanı deyib. Eyni zamanda sədr və millət vəkillərinə mənim bu vəzifəyə seçilməyimlə bağlı səs verdiyinə görə təşəkkürümü bildirirəm. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyimi, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma, məsələlərin müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm, deyə keçmiş hərbi prokuror Xanlar Vəliyev bildirib. Və dostlar, bugün növbəti deputatdan açıqlama var, onu diqqətinizə çatdırmaq istəyirəm. Deputat Səyyad Aran Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəməsi ilə bağlı fikri gəlib sənətimizdəki boşluğu doldursun. Cahangir Zeynalovun ölkəyə qayıtması məsələsini qaldırmaq istəyirəm. Bunu Milli Məclisin bugün keçirilən iclasında deputat Səyyad Aran deyib. Deputat bildirir ki, Cahangir Zeynalov Adanada teatr yaradıb, orada insanlara elm öyrədir. Sənət məbədimizdə bugün davadalaş gedir. Sənət camiyyəmiz görün nə vəziyyətdədir. Ona görə də Cahangir Zeynalovla maraqlanmaq, onu dəvət etmək lazımdır. İstedad 100 ildə bir dəfə yetişir. Mən çox arzulayardım ki, gəlib sənətimizdə boşluğu doldursun. Əlaqədar təşkilatlar Cahangir Zeynalovla danışıb onu vətənə dəvət etsin. Dəyərli tamaşaçılar, yəqin ki, Cahangir Zeynalovu tanıyırsınız. Necə böyük bir sənətkar olduğu ilə bağlı məlumatınız var. Səhv etmirəmsə, Nəsibə xanımı da tanıyarsınız dostlar. Nəsibə Zeynalova və Cahangir Zeynalov. Bu imzalar yəqin ki, sizə tanış gəlir. Əlbəttə, deputatın təklifi bəyənilsin və Cahangir Zeynalov Azərbaycana gətirilsin. Azərbaycanda belə düşünən beyinlərin xaricə getməsinin də qarşısı alınsın. Çünki onlara şərait yaradılsın və şərait yaradılandan sonra əlbəttə onlar öz elmini Azərbaycan yolunda xərcləyərlər, yeni bir kadrlar yetişdirərlər. Hər halda təklif yaxşı təklifdir. Görək. Və dostlar, yəqin ki, indi bilmirəm, vaxt olacaq, olmayacaq. Elman Nəsirovun Xanlar Vəliyevdən bir danışıb, Xanlar Vəliyevlə bağlı danışıb. Kimlər ki, ağız büzür, onlara demək istəyirəm ki, yəni belə bir açıqlaması var. Vaxt olsa onu da danışacağım, olmasa növbəti verilişdə danışarıq ki, müdafiə edir Xanlar Vəliyevin təyinatın və Xanlar Vəliyevlə bağlı ağız büzən insanlara bir xitabən nəsə bir açıqlaması var. Davam edirəm, əziz dostlar, şagirdlərə pulsuz yemək verilsin. Belə bir təklif var. Təklif kimdən gəlib dostlar? Təklif gəlib Naqif Həmzəyevdən. Yəqin dostlar, Naqif Həmzəyevlə də bağlı məlumatınız var, bilirsiniz. Hər halda Azərbaycan Milli Məclisinin deputatıdır. Çox insanlar onu Məmməd Əminlə bağlı xatırlayırlar. Məmməd Əmin haqqında dediklərinə görə
şagirdlərlə bağlı təklifi var ki, şagirdlərə yemək verilsin, pulsuz yemək verilsin. Deputatdan təklif orta məktəblərdə şagirdlərə yemək verilməsi məsələsi bir neçə dəfə müzakirə edilib. Elə ötən il məclisin plenar iclaslarının birində deputat Naqif Həmzəyev də bu mövzuya bağlı təklif irəli sürmüşdü. Həmin vaxt millət vəkili məktəbə qədər hazırlıq siniflərində təhsilə cəlb edən uşaqlar üçün də yemək verilməsini, bunun pilot layihə olaraq Gəncədən başlamasını təklif etdi. Ancaq məsələ bir neçə dəfə gündəmə gətirilsə də belə bir addım həyata keçirilməyib. Məsələ ilə bağlı bizim media açıqlama verən Naqif Həmzəyev növbəti dəfə mövzuya münasibət bildirib. Mən təklif etdim ki, ilkin olaraq məktəbə qədər hazırlıq siniflərində şagirdlərimizin qida ilə təmin edilməsi həyata keçirilsə çox yaxşı olar. Sonraki dönəmdə isə ən azlı ibtidai siniflərə yemək verilməsi məqsədə uyğundur. Millət vəkili məsələnin digər tərəflərindən də danışıb. Düzdür, bu böyük maliyyə tutumlu layihədir. Ancaq istənilən halda bir şagirdlərimizin məhz ibtidai sinifdə bir dəfə qida ilə təmin olunmasını həyata keçirsək, uşaqların lazımi vitaminləri kiçik yaşlarında qəbul etmələrini təmin edərik. Bu da nəticədə uşaqların boylarının artmasına müsbət təsir göstərər, sağlamlıqlarına əsas yaradar. Bu baxımdan gələcəkdə şagirdlərimizin qida ilə təmin olunması həyata keçirilsə çox şad olarıq deyə deputat Naqif Həmzəyev açıqlamasında bildirib. Mən sizin fikirlərinizi öyrənmək istəyirəm, əziz dostlar. Sizcə məktəblər pulsuz yeməklə təmin olunsa yaxşı olar, yoxsa yox, həqiqətənmi bunun qarşısını almaq mümkündür, mümkün deyil? Hər halda bu barədə fikirləriniz önəmlidir. Növbəti mövzumuz dostlar, Razi Nurulayev. İnsan özünə hörməti saxlamalıdır. Müasir dövrdə insanlar öz şəxsi problemləri və münaqişələrin sosial şəbəkələrə daşıyırlar. Razi Nurulayev deyir ki, sosial şəbəkələrdə ayrı-ayrı tanınmış vəzifəli şəxslərin və yaxud da ki, digər vətəndaş qrupların bir-birlə mübahisə etməsi, bir-birini atmacalara atması və yaxud da şantaj etməsi təbii ki, yaxşı hal deyil və yaxşı hal kimi də qiymətləndirilə bilməz. Amma bu internet texnologiyalarının insanlar üçün yaratdığı bir resursdur. İnsanlar da bundan istifadə etmək istəyir, sanki onlar sosial şəbəkələr imkanlarından təsəlli tapmaq üçün istifadə edirlər. Razi Nurulayev deyir, dostlar, mən inanıram ki, sosial şəbəkələrə daşınan problem həllini tapsın. Bugünə qədər mən belə bir halın şahidi olmamışam. Sosial şəbəkələr üzərindən bu cür ittihamların həyata keçirilməsi o insanın psixoloji və mənəvi cəhətdən təskinlik tapmasına səbəb olur. Əksinə, sosial şəbəkələrə məsələ çıxandan sonra açıq bir mübarizə müstəvisinə keçir. Bu baxımdan insanlar üçün ölkəmizdə mediasiya təhlükəsi yaradılıb. Mən düşünürəm ki, insanlar onun xidmətindən istifadə etsinlər, bir çox mürəkkəb məsələləri məhkəmə müstəvisinə daşısınlar deyə deputat bildirib. Razi Nurulayev eyni zamanda əldə edilən problemin həlli yolu düşünürlərsə, ağsaqqal və ağabircəklərdən dost tanışlar ibarət dəyərli masa ətrafında həll etməyə çalışsınlar. Sosial şəbəkələrdə atmaca atmaq çıxış yolu deyil deyə bildirib. Dəyərli tamaşaçılar, əziz izləyicilər, kanalda olanlar çox xahiş edirəm, verilişi bəyənin, paylaşın və yenə elan edirəm ki, dostlar, bizim 4 gündür, daha doğrusu 4-5 gündür texniki problemlərimiz var. Bir neçə gündür regionlarla bağlı görüntüləri yayımlaya bilmirik. Texniki problemlər hal-hazırda rejissorumuz, proqramistlər işləyirlər və görürsünüz ki, biz 15:00-da efirə çıxmalıydıq, çatdıra bilmədik. Mən bugün təhsil mövzusu ilə bağlı danışacağım. Naqif Həmzəyevin şagirdlərə pulsuz ərzaq verilməsi ilə bağlı məlumatı diqqətinizə çatdırdım. Elə təhsildə problemlər, zaman-zaman biz danışırıq bu mövzuda. Efirimizə qonaqlarımız gəlir, təhsil ekspertləri gəlir, regionlardan zəy vururlar müəllimlər, haqsızlığa məruz qalan müəllimlər zəy vurur, şagird, valideynlər zəy vurur övladları ilə bağlı. Və əziz dostlar, dəyərli tamaşaçılar, elə mövzu ilə bağlı da bugün sizə